Salam, hər vaxtınız xeyir olsun. 27 aprel 9-cu siniflərin buraxılış imtahanının Azərbaycanlı suallarına baxaq. Deməli 27 icbar növ feilləri müəyyən edin. Ütü, ütülə, ütülət, mişar, mişarla, mişarlat, möhür, möhürlə, möhürlət. Elə cavabımız olacaq A. T şəkilsi icbar növ düzəldir. Tumarlandı burada yoxdur. Qanadlandır, varlandır, dəyərləndi. Burada ümumiyyətlə göstərici yoxdur. Gileyləndi burada da yoxdur. Sıxlaşdır. Burada da icbar növün göstəricisi yoxdur. Köməkçi hissələrinə aid sözlərin işlənmə ardıcıllığını müəyyənləşdirin. Əlbəttə olacaq modal söz. Modal söz. Sonra nə? İdarə edir, lakin olacaq bağlayıcı. Bir də nə qaldı? Ancaq, yəni yalnız kişilərin adı bilirlər. Bu da olacaq ədad. Olacaq nə? Modal söz, bağlayıcı, ədad 1, 2, 4-dir. Sonra verilmiş cümlə ilə bağlı uyğunluğu müəyyən edin. Doğru, yanlış. Baxaq. Deyir ki, getmək istəmirdim, ancaq o israr etdi. Tərkib hissələri bağlayıcı ilə bağlanmışdır. Bəli, ancaqla bağlanıb. Həmzins xəbərləri sadə cümlədir. Mən istəmirdim, o israr etdi. Xeyr, həmzins deyil. 2 yanlış. 2 olanları biz silsək, qalacaq 1. Tərəflər arasında bərabər hüquqluluq vardır. Xeyr, bərabər hüquqlu cümlə deyil. Yanlışdır. Tərkib hissələrindən biri şəxsi cümlədir. İsrar etdi kim? O. Mübtədadır. İstəmirdim kim? Mən. Hər ikisi müəyyən şəxsli cümlədir. Deməli 4 də yanlışdır. 1 burada olacaq B. Bir ismi birləşmədir. Əsas tərəfə baxsaq, yalnız burada C variantı əsas tərəfi ismi adlarla ifadə olunduğuna görə olacaq nə? İsmi birləşmə. Sonra ələyim sözünü bitişdirici samit işləndiyi nəzərə alınsa, hansı fikirlər doğru olacaq? Ələyimi biz bir dəfə düşünə bilərik. Ələk, əl, ələ, ələk plus ələyim. Deyir ki, bu bitişdirici olsa nə olar? Ələ plus y bitişdirici samit plus im. Yəni əmr şəklində olacaq, bu feildir. 2 leksik, 1 qrammatik. Bu yuxarıdakı versiyadadır. Bu versiyada yox. 1 yanlış. Əvvəlində mənim. Mənim ələyim olmaz. Bu əmr şəklidir. Bu da yanlış. Təsriflənən feildir. Bəli, əmr şəklindədir. Doğru. Birinci şəxsin təkində işlənib mən ələyim. Doğru. Feilin xəbərin ifadə vasitəsi ola bilər. Bəli, əmr şəkli feilin xəbərin ifadə vasitəsidir. 3, 4, 5, C. Hansı cümlədə bütün sözlərin yazılışı ilə tələffüzü fərqlənir? Baxaq, qala sözü fərqlənməz, Araz sözü fərqlənməz, Süleyman sözü fərqlənməz, kənd sözü fərqlənməz, bir dənə qonaqlar gələcək, qonaqlar gələcək, xıştrik. Bu da oldu C. Şəxs əvəzliklərə aid doğru fikirləri müəyyən edin. Şəxs əvəzləri kəmiyyətcə tək və cəm olur. Doğru. Mən, sən, o, biz, siz, onlar. Bu əvəzliklərin bir qismi hallana bilmir. Hamısı hallanır. Hamısı hal şəklisi qəbul edir. Yanlış. Biz ikincisi ilə bilərik. Üçüncü şəxsi bildirən əvəzliklər insan və heyvan və cansız əşyalara aid olur. Bəli, doğrudur. Üçüncü şəxslər cümlənin yalnız mübtədası ola bilir. Xeyr, təyində olur, xəbərdə olur. 4-dən yanlış. Cavabımız qalacaq 1, 3, 5. Mən və siz əvəzləri yelik aldı. Digərlərdən bəli, bizim və mənim. İm deyil. İn deyil daha doğrusu. İm qəbul edir. Bu da oldu nə? 5. A variantı. Sonra deyir ki, havanın təmizliyi sağlamlığın birinci şərtidir. Mübtədanın ifadə vasitəsi. Sağlamlığın şərtidir. Nə? Havanın təmizliyi. Bu da olacaq nə? İsmi birləşmə ilə. Y variantı. Düzəltmə sözlər zərgəsini müəyyən edin. Duman, dumanlı. Oxumaq sadədir. Dara, daraq. Ölçülü, ölç, ölçü, ölçülü. Qayğı, keşlik. Bağ, bağla, bağlantı. Olacaq B. Sonra kəsərli, arxayanlı, qardaş sadədir. Sürməli, sədaqətli, çəməndən sadədir. Sürməyi, şabalıdır, çəhrayı, çəhra sözü yoxdur. Bu da nə? Sadədir olacaq B variantı. Hansı nümunədəki ilk sözü yalnız xitab kimi düşünülə bilər? Baxın, xitab kimi. Sahib, elçən, Tuqaya, tədbirə sahibi, elçəni, Tuqaya tamamlıq olar. Sabir, Orxana, Turac və Anarla ilə əlavə eləyə bilərik. Bu da olmaz. Akif, Vəli və Toğrul danışsınlar. Kim Akif, kim Vəli, kim Toğrul. Aysu, Nuray, Zəhra ilə, Aysu ilə, Nuray ilə, Zəhra ilə. Bu da olmaz. Bax, burada da, burada da olsaydı, düşünə bilməzdik. Amma burada mütləq xitabdır. Lalə, Əhməd də, Uğur da hesabat hazırlasınlar. Bu ancaq xitabda olacaq nə? Y. Tezliklə kanala abunə olun və bundan sonraki videoda mətnlərin izahını da verəcəyik inşallah.